90 Joarlem Santos, 15 Emanuel Hakman, 32 Anderson Hurtado, 7 Jorge Silva ve 21 nömrə Alex Souza. Qurban Berdiyev Turan Tovuz'un baş məşqçisidir. Rəvan Həmzizadənin işarəsiyle bu görüş start götürüb. Qonaq komanda yan xəttdən topu oyuna daxil edir və indi Turan Tovuz'un hücumunu izləyirik. Zərbədə indirildi amma fərqlənə bilərdi. Bir daha təkrara baxaq. Yaranan bu vəziyyətdən Yusifli orada yüksəlmişdi. Top yenə də Araz Naxçıvan komandasında qalır. Ürfan Abbasov'dan daha bir ötürmə. Akrobatik zərbə və gol! Çempionatımızın bombardirlərindən biri Simakala daha bir gol vurur. Fantastik gol vurdu Bomuaka Simakala. 1-0. Təkrara bir daha baxırıq. Ürfan Abbasov'un ötürməsindən sonra Simakala akrobatik zərbə ilə, aşırma zərbə ilə fərqlənə bildi. Baklov çatmadı bu topa. Əslində zərbə də çox da yaxşı alınmamışdı, amma hər halda istəyinə nail oldu Simakala. 7-ci qolunu vurdu cari mövsümdə. Bombardiyeli uğrunda gedən yarışda da hazırda artıq liderliyə yüksəlir. Birinci yerdədir. Və əsas məsələ də odur ki, komandasına bu görüşdə üstünlük qazandırır. Araz Naxçıvan, Turan Tovuz verilir. Rəhim yaxınlaşır. Rəhimin zərbəsi Cristiano Avram dəf edə bildi. Top yenə də Rəhim Sadıqovdadır. Ötürmə edildi. Cristiano Avram burada da yaxşı oynayır və ona qarşı kobulluq edilir. Turan Tovuz'un hücumu. Enrique'den ötürmə. Ayxan Hüseynov. Ayxanın zərbəsi qeyri dəqiqdir. Nöqtəni o epizodu göstərir. Baxaq. Düz demək çətindir. Oyundan kənar vəziyyətin olub-olmadığını demək. Xəyal. Rəhimlə oynuyor. Rəhim Sadıqov. Rəhim Sadıqovdan yerlə ötürmə. Zərbə və gol! Ayxan Hüseynov fərqlənir. 1-1. Qolu yarattı. Hətta üçünü də demək olar. Çünki Rəhimə də ötürməni verən Xəyal idi. Xəyalın ötürməsi. Daha sonra Rəhim Sadıqov yerlə oynadı və Ayxan əla açıldı. Hiss etdi sanki bu ötürməni. Tam lazım olan yerə tərəf qaçdı Ayxan Hüseynov. Rəhimin ötürməsi də yaxşı alındı, uğurlu alındı. Məhz topu yerlə ötürməyi uğurlu alındı. Mustafa Əhmədzadə sol cinahlı oynayır. Slavik Alxasov, Araz Naxçıvanın mövqeli hücumunu izləyirik. Belə bir fürsət yarandı, amma bu zərbəyə tələsməsəydi, daha sakit oynasaydı, fikir verin, mane olan da yox idi. Hurtado dayandığı yerdə yerə yıxıldı, büdrədi və Nuno Rodriguez bu cür fürsəti dəyərləndirə bilmədi. Elə bu andaca Rəvan Həmzəzadə oyunu başa vurur. Misli Premier Liqasında 12-ci turun bu maçında Araz Naxçıvan Turan Tovuz görüşündə qalib müəyyənləşmir.